Hər vaxtınız xeyir olsun dəyərli izləyicilərimiz. Xoş gördük sizləri. Məşd Ağabuzovna yolunun tam yoldan 50 metr məsafədə Kisotyanın torpaq sahəsinin üzərində 5-6 daş kürsü. Həqiqətən də gözəl həyət evimiz çıxıb. Tərifə ehtiyac yoxdur. İzləyib özünüz inşallah şahidi olacaqsınız. Evin kəməri, üst və aşağı hissəsindən kəməri var. Həyətin inşallah təqdimatını edək. Xırda tamamlanma işləri var. Onları da sizin üçün qeyd edəcəm ilk öncə. Həyətin içərisini sizlərə göstərək. Evin əvvəl təqdim edək zəhmət olmasa. Və həyətin içərisini göstərəm. Fikir verin, divarlarda işıqlandırma var və maşın da rahat bir şəkildə həyətə daxil olur. Əlavə bir kladovkası var. Fikir verin. Və giriş hissəsini təqdim edək sizlərə. Bax, fikir verin, qapısı tam qoyulub veriləcək, kanalları var. Əlavə həyətdə su quyusu var. Bir zal, 3 yataq bir mətbəxdən ibarətdir, köhnə bələdiyyədir. Belə deyək, qiymət 82.000 manatdır. Və buranın balyaskalar, yəni alınıb, bax, həyətləri, balyaskalar da göstərən zəhmət olmasa, izləyicilərimiz qoy izləsinlər tam şəkildə. Balyaskalar da həyətdədir, onlar da vurulacaq. Orada balyaskaları göstərən zəhmət olmasa. Aşağıda baba o. Fikir verin, aşağıdaki o balyaslar da buranındır. Yəni buralar vurulur, darvazası qoyulur və fasadı vurulacaq. Bir də içərisini boyayır. Ona qədər yəni vurulur veriləcək. İnşallah içərisini göstərək sizlərə. Sırf istipoldan ibarətdir. Və əşyalar da qalır. Əşyalar da qalır. İnşallah giriş hissəsini təqdim edək. Giriş hissəsini təqdim edək sizlərə. Fikir verin. Tam istipoldur. Başlayaq. Bu otaqdan başlayaq inşallah. Fikir verin. Özü o nəzərinizə çatdıraq ki, qoşa daşdır, yəni tək daş deyil. Həqiqətən həm qiymətinə görə, həm yerinə görə, həm evin özünə görə gözəldir. Otaqlar da balaca. Otaq da göstərin zəhmət olmasa. Yəqin ki, inşallah nəzərə alaraq bizi bir bazı həyətin qabağı səhifəsi olduğuna görə buranı da göstərin zəhmət olmasa. Və digər otağımızı təqdim edək. Sonra keçərək mətbəximizə. Mətbəximizdə gözəl bir mətbəx var. Fikir verin. Və mətbəx hissəsini təqdim edək. Mətbəx hissəsi istipoldur, koridor qeyd etmişdik, istipoldur və əşyalar da qalır. Fikir verin, səliqəli bir mətbəx var. Və keçid edək. Sancı hissəsini göstərim.